Xəbər nədən ibarətdir? İmamoğlu cəza kamerasında, cəza evi kamerasında kiminlə qalır? Belə bir sual yayılıb və Musavat.com xəbər verir ki, əvvəla Türkiyənin İstanbul şəhər bələdiyyə başçısı Əkrəm İmamoğlu Silivri cəza evindədir və İmamoğlu ilə yanaşı Şişli bələdiyyə başçısı Rəsul Əmrah Şahan və Bəylikdüzü bələdiyyə başçısı Mehmet Murad da həbs ediliblər. Mehmet Murad da, onlar hər ikisi həbs edilsə də, yəni bir yerdə saxlanılmırlar. Əkrəm İmamoğlu'nun Silivri cəza evi kamerasında tək qaldığı bildirilir. O vəkili Hüseyin Ərsoz vasitəsilə bir mesaj da göndərib. İmamoğlu deyib, hər kəs bilsin ki, yaxşıyıq və xalqımıza əmanətik ifadələrini işlədib və vəkili vasitəsilə də bunu xalqa çatdırıb. İmamoğlu'nun namizəd ola bilməyəcəyi ehtimalları da var. Çünki o məhkumdursa, məhkumluğu üzərində qalsa, Türkiyədə prezidentliyə namizəd ola bilməz. Yəni, baxmayaraq ki, CHP artıq dünən elan etdi ki, partiyanın prezidentliyə namizədi Əkrəm İmamoğlu'dur. 15 milyon seçici səsi ilə, ilkin seçimlərlə Əkrəm İmamoğlu CHP'nin Türkiyədə prezidentliyə namizədi və Erdoğanın rəqibi kimi açıqlandı. Amma Türk jurnalist Murad Özər yazır ki, Əkrəm İmamoğlu'nun artıq prezident seçkilərində şansı yoxdur. Hazırda həbsdədir, diplomu da yoxdur. Orta məktəb atestatı var. Orta məktəb atestatı ilə prezidentliyə namizəd olmaq mümkün deyil. O bildirib ki, Türkiyə Cumhuriyyəti qanunlarına görə bir il müddətinə azadlıqdan məhrum edilən şəxs prezidentliyə namizəd ola bilməz. Həbsinin nə qədər çəkəcəyi bəlli deyil, amma bir il cəza alsa belə o prezidentliyə namizəd ola bilməz. Onun müraciəti üçün həbsdən çıxandan sonra ən azı 3 il keçməlidir. Hazırda Əkrəm İmamoğlu cəzalandırılsa da, cəzalandırılmasa da qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd ola bilməz. Hüquqi baxımdan mümkün deyil, Türk jurnalisti. Təbii ki, bu vəziyyətdən həm Mənsur Yavaş, həm də Özgür Özəl çox sevinirlər. Hətta düşünürəm ki, Kamal Kılıçdaroğlu çox xoşbəxtdir. Əslində 23 Martdakı seçki zamanı 15 milyon səs aldığını iddia edən Əkrəm İmamoğlu Silivridəki Mərmərə həbsxanasına göndərilib. Bu əslində Özgür Özəlin bu vəziyyətdən nə qədər xoşbəxt olduğunu göstərir. Bu məsələni belə davam etdirəcək. Amma sonra hər şey sakitləşəcək və öz partiyalarının qurultaylarına qayıdacaqlar. Əkrəm İmamoğlu isə Silivri həbsxanasında unudulacaq. Türk jurnalist Murad Özər belə düşünür. Amma çox maraqlı bir məqamı açıqlayıb. Yəni, Türkiyə Cumhuriyyətinin qanunlarına görə bir il həbsxana həyatı yaşamaq, bir il məhkumluğu olmaq, o demək ki, sən artıq faktiki olaraq prezidentliyə namizəd ola bilməzsən. 3 il gözləməlisən bunun üzərindən keçsin. Yəni, hər halda Türkiyə hakimiyyəti, indiki iqtidar çalışacaq ki, ən azı heç olmasa İmamoğlu bir il həbsdə qalsın ki, hüquqi baxımdan o prezidentliyə namizəd olmaq imkanından, fürsətindən məhrum edilsin. Bax, bu da hazırda Türkiyədə proseslərlə bağlı ən son yeniliklərdir.